Herkese salam və bu vlogdur. Bu günləri kartoşu çölə çıxartmağa çalışmışam. Amma kartoş heç bundan məmnun deyil. Amma əslində isə bütün günü ağlayır ki, mən onu çölə çıxardım. İndi çölə çıxartmışam, isterika eləyir. Sən nə qəşəngsən güllərin içində? Nə olub? Bir progresimiz var. Çünki kartoş gəzməyə başladı. Belə normal durub. Ayaqları yerə yapışıq idi prosta. Uca öyrəşirik. Yarpaqlar zat yeyir. Uzun sözün qısası, kartoş mənə saymır. Burada otlayır. Mən də burada onu gözləyirəm ki, otlayıb qutarsın. Məncə evə qayıtmaq lazımdır artıq. Çünki bugün başqa planlarım da var. Onları da yerinə yetirmək istəyirəm. Kartoş bugün məncə yetərincə gəzdi. Başda 1 saatdır çöldəyik. Və o uca yorulub məncə. Evə istəyir. Mən evdəyəm. Qaroçə, sizə nəyi göstərmək istəyirdim. Mən yeni kamera almışam. Belə bir kameram var artıq. Və vlogların kiçik hissələri olacaq. Hansılar ki, belə retro formada olacaq. Onların hamısını bu kameraya çəkəcəm. Kameranın adı PowerShoot SX10S belə bir şeydir. Cəmi 10 megapiksel çəkir, yəni çox zəif çəkir. Amma buna baxmayaraq çox maraqlı estetik kadrlar alınır və bugün onu götürəcəm biraz fotosessiya falan eləməyə. Və çox qəşəng zoomu var. Belə qəşəng zoomu var. Mən niyə danışıram? Qoy göstərim də. Cəmaata prosta elə danışıram özüm üçün nəsə. Qarıcı belə. Və mənim çox xoşuma gəlir ki, tipa vloglar çəkəndə belə edib özümü də görə bilərəm də, yəni belə baxıb özümü çəkə bilərəm. Bu də belə super zoom eləmək olur. Ona görə mümkündür ki, bundan sonraki kadrlar belə retro formatda olacaq. Onlar da ki, bundan çəkilmiş olacaqlar. Yəni onu kiçik bir vintage kameralar satılan onlayn mağazadan aldım. Yəni mənim belə deyim də uşaqlıq arzularımdan biri Canon fotoaparatı olub və məndə heç vaxt olmayıb. Mən sonunda o arzumu elə bir giştalda bağladım. İlk fotoaparatım budur və mən çox şadam ki, mənim ilk fotoaparatım Canon'dır və belə maraqlı bir şeydir. Çox şirindir və qarıcı belə bir kameram var artıq və mən çox onu bəyənirəm. Yəni sadə bir kamera olsa da məncə qəşəng kadrlar alınacaq buna. Yəqin ki, bugün çəkəcəm və göstərəcəm sizə. Bundan sonraki kadrları bura ötürürük. Rəsm qalereyasına, qarıcı rəsmlərə baxmağa. Mənim outfitimdir. Ürəyim normallə görmür. Belə, gedək, sizə göstərə bilsəm, nəsə göstərəcəm. Biz Qəbələyə gəlmişik. İndi dostlarımızı gözləyirik.
bir xeyri oldu ya yox, amma mən уже vecimə də deyil. Qaroçe, mən niyə görə bu videonu çəkirəm? Görürsüz belə pencəkdə falanam. Mən işdən qayıdıram. İndi kafedayam. Və bu gün əslində çox vacib bir gündür mənim həyatımda. Sadəcə biraz şəxsidir deyə onu bölüşmək istəmirəm o qədər də. Amma bu vloqu burada başlayıram çünki sabahları mənim üçün həm işdə, həm də ki mənim şəxsi iş həyatımda, mənim bütün bu etdiyim işlərin hamısında bir elə bir nöqtədir ki, elə bir zamandır ki, harda ki mən həqiqətən də elədiyimin bir bəhrəsini görürəm. Bu mənim bildiyiniz kimi, əgər siz məni Instagramdan izləyirsinizsə, bildiyiniz kimi mənim master klassım olacaq, hansını ki mən özüm kim istəyirsə, kim qatılmaq istəyəcəksə, kim belə marketinqlə, sosial media ilə bağlı, content creatinglə bağlı məlumat almaq istəyəcəksə, öyrənmək istəyəcəksə, mənim tərzimi bəyənirsə, mənim tərzimdə bir işlər görmək istəyirsə, onlara maraqlı ola biləcək bir şeydir. Və məni çox böyük bir agentlik öz əməkdaşlarına dərs, master klass keçməyimi təklif etdi. Daha doğrusu onlar mənə təklif etdilər ki, mən öz həyatım haqqında danışım, öz bura marketinqdə, bloqinqdə, influencer olmaqda gəldiyim yerə bunların hamısını danışım, necə bir şeydirsə. Amma mənim master klassım olduğuna görə, mən artıq ona hazırlaşdığıma görə, mən bütün materialı hazırladığıma görə bir dənə məndə qalmışdı izləyicilərin, yəni sizin rəylərinizi öyrənmək, sizin fikirlərinizi öyrənmək, qiymət təyin etmək. Bunlar hamısı qalıb. Biraz belə xırda, amma çox vacib yerlər, məqamlar qalıb. Hansılar? Sonra yerlər, məkanlar, 2 yer fikirləşmişəm. Bir yerdən 100% əminəm, bir Bakıda yer fikirləşirəm. Qısacası fikirləriniz varsa, hansı yerləri bəyənirsinizsə mütləq təklif eləyin. Mümkündür elə həmin agentlikdə belə dərsimi keçmiş ola bilərəm. Onlar mənə təklif etdilər və mən razılaşdım. Mən çox xoşbəxtəm buna görə və sabahları alınsa, mən əlbəttə xahiş eləyəcəm. Bəzən anlar falan çəkilsin, mən sizinlə onları bölüşəcəm. Və evə gedib master klass iştirakçıları üçün hədiyyələr hazırlayacağam. Mən belə deyim, mənim master klasslarımda sizin üçün quru-quru belə ekranda bla 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 dərs keçib, bu o demək deyil ki, mən misal üçün də kimsə xaricdə yaşayır, master klassını Azərbaycanda keçir, amma burada özü fiziki mövcud olmur. Mən demək istədiyimi siz başa düşdünüz. Yəni mən sizə infosiqanlıq etməyəcəm. Mən sizə həqiqətən də mənim karusel postlarım, mənim kontentim, mənim bu kollaj effekti yarada bilməyim haqqında məlumat verəcəm. Mən bunu necə eləyirəm? Həm marketinq yönü, həm strategiya yönü, həm də ki texniki yönünü. Necə eləyirəm? Bunu hansı proqramlardan istifadə eləyirəm? Nədən istifadə eləmək olar? Qaranlıq düşür mən danışdıqca. Bir dəqiqəyə qaranlıq düşsə bilirsiniz. Qaroçi belə. Və mən çox həvəsliyəm. Evə gedib başlayacağam hazırlıqlara və əşyalarımı falan götürəcəm hamısını. Belə. Sabahları sizinlə görüşəcəyik və paylaşacağam sizinlə. Hədiyyələri yığıram. Sonunda 6-cı gündür və mən birazdan çıxacağam, biraz gəzəcəm. Qısacası mənim güllərimə baxın. Nə qəşəngdir. Bəlkə preview edeyim belə. Ben çıxacağam, biraz gəzəcəm. Daha sonra istəyirəm evə qayıdım və evdəki olan işlərimi görüm. Bugün bir dənə Reels montaj etməliyəm. Daha sonra onu paylaşmalıyam. Və başqa bu günləri edəcək işim o qədər də yoxdur. Ой, Саня, молодец! Ay da buna bak.
Güllərə bax. Gör nə qəşəng güllərdir. Biz qayıtdıq və bəzi şeylər, maraqlı şeylər istəyirəm sizdən bölüşüm, hansılarını ki biz əldə eləmişik. Belə biz Araz marketdə idik, bir də Yuskda oldu. Birinci Yuskdan nə almışıqsa onları göstərim. Yuskdan belə şeylər aldıq. Paltar asılqanları, çünki bizimkilər artıq sayı bitirdi. Maraqlı, oy, nəysə. Sonra Yuskdan belə bir dəsmal aldıq. O da çox şirindir. Yaşıl rəngdə belə. Qardaş, al bu da sana. Demək, sonra bir də Yuskdan mən belə bir şey aldım. Bunu mən burada düz stolumun yanında boşluq var, orada qoyacağım və mağazamın əşyaları üçün onu istifadə edəcəm ki, mənim kitab rəfim biraz boşalsın. Bunun aşağısında mənim bəzi əşyalarım var. Mən onları yəqin bura yerləşdirəcəm. Bir də ki, burada bir dənə şkafımız var pərdənin arxasında. Onun içi üçün istifadə edəcəm bunu. Fikir verməyin üzümə. Mən çox yorğunam. Saniyəni qaçırdandan sonra və sonra oradan ayaqla 17-ci mikrorayona, nə bilim 9-cu mikrorayona Araza gedəndən sonra və orada bütün günü alış-veriş edəndən sonra adam çox yorulur. Belə bir şey aldım. Bunun qiyməti 18 manat idi. Yəni bir şkaf üçün, bir rəf üçün 18 manat məncə çox yaxşı bir deal oldu Yuskla aramızda. Yuskla bitirdik. Sonra Araz marketdə bir dənə Rossmann var idi. Araz marketdəki Rossmanndan bəzi şeylər aldım. O, demək, birinci belə bir spirtlər əl üçün. Bu Tay sözünə götürdü, bu mənə qaldı, rozvoya. Belə spirtlərdir. Onu da sumkanızdan asa bilərsiniz ki, tipa prikolnadır. Belə Korean vibe. Belə bir. Bunların qiyməti 3 manat neçəyəsə idi. Xatırlamıram dəqiq qiymətlərini. Sonra belə bir kisə əlcək almışam. Çünki çoxdan da yoxlamaq istirdim bunu. Belə, bunun qiyməti 3 manat idi. Və onunla bərabər də bunu bir dənə bloger də görmüşdüm. Və mən o blogerə prosta inanıram. Azərbaycanlı blogerləri demək olar izləmirəm. Özüm bloger olmağıma baxmayaraq. Amma bir dənə qız var. Adını xatırlamıram. Təəssüf ki, çox gözəl, yaşıl belə gözləri olan xanımdır. Bilmirəm, onu tanıyırsınızsa təq eləyə bilərsiniz burada hardasa. Onun tövsiyəsi ilə belə bir bədən üçün geldi. Mən səhv etmirəmsə, elə olmalıdır. Qarşı, bunu aldım bu bədən üçün olan. Bunu yoxlayacağım. Görən necə olacaqsa. Tipa, bu bədəni yaxşı təmizləyir falan filan. Belə bir izanadandır. Bunun da qiymətini xatırlamıram. 6 manat idi, nə idi? Ucuz idi. Yəni, çox baha deyildi. Kosmetika üçün yaxşı idi. Prosta sabun, randomla. Sonra bir də belə britvalar. Yəni, sorry, evdə 3 dənə qadın yaşayır. Və bizim heç birimiz lazerdən istifadə etmirik. Çünki onsuz da sorry, yəni bizim... Oy, neyir orada? İliyir. Hə, onsuz da bədənimizə hər cür manyaklıq edirik. Amma bu mənada mən lazer falan hələ ki düşünmürəm istifadə edeyim. Çox ağrılıdır, çox yorucudur və mən biraz qorxuram ki, birdən o əks effekt verər. Mənim daha çox saçlarım olar bədənimdə. Mənim isə bədənim demək olar saç yoxdur. Mən üzümə heç vaxt heç bir lazer etməmişəm. Yəni bığlarım zadım heç nəyim yoxdur. Həmişə necə olubsa elədir üzüm. Yəni budur mənim üzüm. Mənim o qədər də bundan bağlı problemim olmadığına görə mənim lazerə ehtiyacım olmadığını düşünürəm. Yoxlayacağım, görən. Bu südü aldım. Məni çoxdan izləyənlər, old fagları indi bir dənə ləzzət eləyəcək. Yadınızdadırsa, mən vegan olan vaxtları mən həmişə Nemalako istifadə eləyirdim südü. Prosta keçmişə biraz şey oldum, flashback oldum. Həm də ki, endirimdə idi, 3 manata düşmüşdü. Adi süddən birazca baha çıxır. Yəni, mən istədim, kakos südüdür bu. Nemalako aldım özümə. Həmişə Araz marketdə onu alırdım. Əvvəl köhnə evim ora yaxın idi. Belə nostalgiya oldum. Bunu kofemə falan vuracağım. Sonra belə bir sugar free şeylər almışam. Görən necə olacaq, bunu da test eləyəcəm. Görən necədir. Və sport piçenilər.
Sport piçenyeləri mən çox xoşlayıram. Bilmirəm siz necə, amma mən niyəsə bu sport piçenyeləri o qədər çox sevirəm ki, çox adamın travmasıdır bu piçenye. Çünki hamı arıqlayanda ona keçir. Mən başa düşmürəm niyə. Prinsipi başa düşürəm, kalorisi həddən aşağıdır. Amma mən niyəsə bunun prosta dadını xoşlayıram. Sanya da bunu xoşlayır, hamı bunu xoşlayır, bilmirəm niyə. Bunu sevməyən adam mən tanımıram. Qarışıq belə sport piçenyelər. Bir də özümə second handdən bəzi şeylər almışam. Onları sabahları göstərəcəm. Sonuncu dəfə video harda qaldısa elə orada da qaldı. Mən indi işdəyəm. Vibe. Qarşı mən işdəyəm. Mən hələ də o şkafı düzəltməmişəm. Mən bilmirəm onu nə vaxt eləyim. Yəqin 6-cı gün səhər eləyərəm. Çünki işdən qayıdandan sonra heç nə etməyə gücüm qalmır. 6-cı gün səhər edərəm. Prosta mən bu videonu artıq bu həftə paylaşmaq istəyirdim. Onda 6-cı gün səhər onu eləyib, elə montaj eləyib həmin gün paylaşa bilsəm. Yenə də salamlar. 6-cı gündür. Mən qardaş üçün belə möhtəşəm şey almışam. Onun haqqında məlumat və çəkiliş, bunu necə açıramsa və ümumiyyətcə kartoşu harasa aparıramsa, mənim Instagram səhifəmdə görə bilərsiniz. Ona görə Instagram səhifəsinə keçid edin. Amma siz bilirsiniz də mənim unpacking manyaklığım. Dayı, istəyirsən sən də gəl. Bugün bunu açacağım. Yadınızdadır, mən onu 18 manata almışdım. Çox ucuz. Hoppa. Çox ucuz və niyə görə almışdım? Məncə indi görünür videoda da. Burada görürsünüz mənim rəfimdə belə bir xaos baş verir və bu xaosu biraz yerinə gətirmək üçün həmçinin mağazamın məhsulları, paketlənmə və s. onlar üçün istifadə edəcəyim bir rəf olacaq. İnanın ki, uzun müddət sonra vlog çəkmək çox çətin idi. Amma mən bunu bacardım və ümid edirəm bundan sonra daha çox vloglarla sizi sevindirəcəm. Ümid edirəm ki, bu vlog sizin xoşunuza gəldi və siz mənim hal-hazırda yaşadığım həyatla biraz heç olmasa tanış oldunuz. Çünki son zamanlarda YouTube'da çox az video paylaşırdım, bilirəm. Sadəcə mənim işlərim həddən artıq çox idi, mən işləyirəm. Mən vaxt tapa bilmirəm, amma özümdə bir güc tapıb bu vlogu sonuna gətirdim. Ümid edirəm sizin bu video xoşunuza gəldi və gəldisə əlbəttə ki, like qoymağı unutmayın. Abunə olun. Sizin dəstəyiniz mənim üçün ən böyük bir motivasiyadır. Tezliklə yeni videolarda görüşənədək.